İnsan, heyvan, quş və digər canlıların beyinlərinin quruluşu, funksiyası müasir elmə müəyyən qədər bəllidir. Bunların içərisindən insan ən şüurlusu hesab olunur. Düzdür, ikimiz də bioloq olmasaq da, beyin sahəsində mütəxəssis olmasaq da, mən sənin şərhini bu sahədə dinləmək istəyirəm. Digər canlıların beyninin varlığını, funksiyasını insanınkindən heç də uzaq, ayrı hesablamaq olmaz. İnsan beyninin həcmində, kütləsində saysız qədər nöqtələr var. Hər birinin də öz funksiyası, öz iş prinsipi vardır. Nöqtə dedikdə neyronları nəzərdə tutursan, yoxsa duyğu mərkəzlərini, ya da ki, sinir mərkəzlərini. Deyək ki, insan bədənində, onun harasındasa ağrı baş verib və bu beyindəki sinir mərkəzlərinin hamısına sirayət edir. Misal üçün, deyirlər ki, başından nə iləsə vurulmuş adam şunu itirir. Bu zərbiyə siqnal, informasiya demiş olsaq, bu beyindəki bütün sinir mərkəzlərini həyəcanlandırır ki, bu anda funksional sistemsizlik yaranır. Elə bu anda da funksional sistemsizliyi, yəni axın pozuntusunu aradan götürmək üçün beynin özündəki ağ işıq zərrələrinin toplumu onun işini müvəqqəti dayandırır, sonra sxematik ardıcıllıqla mərkəzləri bir-bir işə salır və beynin normal işi beləliklə bərpa olunur. Heyvanların da öz qədərində dərkiyatı, şüuru vardır. Onların da yaddaşı var, duyğusu var. Bütün məcmusu eyni bir beyində yerləşdirilib. Amma insan danışır, nitqi var. Heyvanlarda isə nitq yoxdur. Onların da özlərinə görə bir-birinə nə isə informasiya ötürməkdən ötürü bəzi xüsusiyyətləri vardır. Bəs yer üzündə niyə insana kamildir, yer üzünün əşrəfidir deyirlər? Səbəbi odur ki, ilkdən böyük yaradan ətrafında olan ağciyimli müqəddəslərin baş hissəsində, yəni indiki beynin olduğu yerə, böyük yaradan öz işığından pay ayırmışdı. O işıq payları cəm yaranışlar haqqında olan informasiyalar toplumunu özündə saxlayırdı. Kainatın, yəni ellipsoidin daxilində gör nə qədər yaranış vardır. Ayrılmış işıq payları elm əsasında yaranmış bu cismani və qeyri-cismani varlıqlar, materiyanın bütün formaları haqqındakı bütün bilikləri yaddaş formasında özündə əks etdirirdi. O vaxtlar və indi də o ağciyimlilərdən heç biri deyə bilməzdi ki, mən nə isə bilmirəm. Sonralar özün bilirsən ki, o ağciyimlərin bir hissəsindən dərgahdan uzaqlaşdırılma cəzası formasında indiki insan quruluşlu bəşər yarandı. İnsanın beynindəki material nöqtələr, neyron, hüceyrə və toxumalar həmin o bilgiləri özlərində yatmış bank formasında saxlayırlar və beynin qabıqaltı maddəsi də daxil olmaqla bu şuur qismini əhatə edir. Bu cür insan ümumi şuurunun, yaddaşının 2-3%-ni işlədib istifadə edir. Qalan 97-98-i yatmış, təsəvvür elə ki, buxovlu haldadır. Əslində beynin heç bir yeri yatmayıb və nöqtələrin hər biri də öz funksiyasındadır. İlkdən informasiyalar bu nöqtələrə verilir.